Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonraki dövrə aid olan bir çox abidələr, onlar dünya əhəmiyyətli abidələrdir. Və bugün Möminə Xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər mənə təqdim edildi. Eyni zamanda digər tarixi mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə Xatun məqbərəsinin müəllifi məşhur Naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə Xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib olan məsələlərdir. Ancaq bütün bu bizim görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz. Və Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz fəxr edə bilərik tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə.